İlk növbədə bu Azərbaycanın iqtisadiyyatının hazırki vəziyyəti ilə bağlı. Azərbaycanın hazırki e, deməli iqtisadiyyatın vəziyyəti tamamilə neftdən asılı bir iqtisadiyyat. Yəni həmçinin təbii ki, burada biz e, təbii qazı da nəzərdə tuturuq. Neft-qaz sektoru iqtisadiyyatın əsas deməli hərəkət verici qüvvəsidir və ölkəyə valyuta gətirən, xarici valyuta gətirən xam maldır. Yəni təxminən ixracatın 90%, ümumi daxili məhsulun 50%, bu deməli sektorun hesabına formalaşır. Amma məsələ bundadır ki, artıq bir neçə ildir ki, Azərbaycan təbii qaz hasilatını artıra bilmir. Eyni zamanda hələ 2010-cu il deməli neft istehsalının pik dövründən bəri hər il deməli xam neftin hasilatı Azərbaycanda azalır. O cümlədən gələn il bu ildə azalıbdır. Gələn il artıq Azərbaycan 2010-cu il dövrünün hansı ki 50 milyon ton neft çıxartmışdı ölkə, onun yarısını istehsal edəcək. Yəni bu proses davam edir. Hər il 5-6% civarında neft istehsalı azalır və bunun müqabilində də ölkənin gəlirləri azalır. O biri tərəfdən də bu il bilirsiniz ki, neftin qiyməti aşağıdır. Hələ keçən ildən başlayaraq düşüb aşağı. Keçən il 2025-ci ildə Azərbaycan hökuməti lazımi o istədiyi, nəzərdə tutduğu gəlirləri əldə edə bilməyib. Çünki neftin qiymətini büdcədə 70 dollar nəzərdə tutmuşdu. Amma bu hardasa 65 civarında oldu. Bu il üçün 65 nəzərdə tutub, amma biz görürük ki, bundan da aşağıdır. Və burada hökumət üçün ən təhlükəli məqam nədən ibarətdir? Artıq hələ 2025-ci ildə ixracat bərabərləşir. Yəni bu çox böyük Azərbaycan iqtisadiyyatında bu əvvəllər baş verməyib. Həmişə deməli neftin qiyməti yüksək olub və yaxud da ki belə deyək də ölkənin tələbatı az olub, amma illər keçdikcə ölkənin tələbatı artır, ancaq ölkə öz istehsalı ilə bu tələbatı qarşılaya bilmir və hər şey xarici ölkələrdən gəlir. Yəni burada bütün sənaye məhsulları, maşın, avadanlıq, nə bilim, sonra cihaz, alətlər, yəni bu gün tutaq ki, Azərbaycanda bir tikinti prosesi hər yerdə davam edir də. Yəni ki, binalar tikilir, körpülər tikilir. Qarabağda da Qarabağın bərpasından da bağlı müəyyən tikinti işləri gedir. Ancaq bu istehsalı hansısa bir belə deyək də porsiyada Azərbaycan bunu qarşılaya bilmir və hər şey xarici ölkələrdən gəlir və ölkə də neft və qazdan başqa xarici ölkələrə bir şey təklif eləyə bilmir. Yalnız meyvə, tərəvəz və biraz da kimya məhsulları. Ona görə də ölkənin gəlirləri sürətlə azalır və hökumət də bu gəlirləri kompensasiya eləmək üçün o əvvəl nəzərdə tutduğu vergi güzəştlərini aradan qaldırır, daim qiymətləri artırır. Məsələn, dünya bazarında neftin qiymətinin aşağı düşdüyü bir dövrdə yanacağın qiymətini qaldırır. O biri tərəfdən deyir ki, biz alternativ enerji istehsal edirik, bunun bir regionda liderinə çevirəcək. O biri tərəfdən tutaq ki, sayğaçları sadəcə olaraq texniki deməli qiymət müəyyən edir. Abunə qiyməti, hansı ki, heç bir ölkədə belə bir şey təsəvvür oluna bilməz. Aksizləri daim qaldırır. Onsuz da bu günləri Azərbaycanda aksizlər yüksəkdir. Amma yenə bu davam edir. Çünki bu bir vurulğandır da. Yəni ki, əgər ölkə istehsal edə bilmirsə, yəni ixrac təyinatlı məhsulları, real sektor yoxdursa,
Burada yeganə çıxış yolu kimi bu itən gəlirlərin kompensasiyasını yalnız hökumət gəlirlərin, vergilərin, daha doğrusu aksizlərin deməli artırılmasında görür və müxtəlif cərimələr, rüsumlar, hansı ki bunlar da deməli daim hər il biz bunun şahidi oluruq ki, cərimələr, rüsumlar da artırılır. Təbii ki var. Burada deməli bax elə tutaq ki yanacağın qiymətindən nəzərdə tutulur təxminən indi bunu satan əldə edir də, SOCAR əldə edir. Söhbət təxminən 250 milyon manatdan gedir. Yəni ki, bu təbii ki, bir neçə milyard deməli manatın söhbəti gedir burada ki, bunu deməli kompensasiya eləmək istəyir. Hansı ki, bu gəlirləri biz burada deməli bir tərəfdən SOCAR-ın gəlirləri azalır. O bir tərəfdən bu əməliyyat şirkətlərinin gəliri azalır və təbii ki, onların ödədiyi vergilər də azalır. O cümlədən SOCAR-ın ixrac elədiyi ki, neft və neft məhsulları var. Onun topdan satış qiyməti və ixrac qiyməti arasındakı fərqdən də vergi ödəyir də SOCAR. Və təbii ki, qiymət aşağı düşəndə buradan da azalır. O biri tərəfdən neft fondunun da gəlirləri azalır ki, və neft fondunun özü də məsələn gələn il məcbur ola bilər ki, gəlirlərindən artıq xərcləməyə getsin. Və burada təbii ki, ancaq bu nə dərəcədə realdır? Yəni hökumət bu gəlirləri, nəzərdə tutduğu gəlirləri toplaya biləcək, toplaya bilməyəcək, hələ bu sual altındadır. Çünki məsələn tutaq ki, gəlirlərdən biri kimi nəzərdə tutulur, məsələn kirayə evlər verən insanlar vergi ödəməlidir. İndi bu sistemin nə qədər indi hələ yeni başlayacaq da bu sistem. Bu sistem nə dərəcədə işləy olacaq? O biri tərəfdən məsələn elementar burada bir təşviq edici bir alətlərdən də hələ ki istifadə etmək nəzərdə tutulur. Məsələn bilirsiniz ki, Azərbaycanda 100 minlərlə evin və mənzilin qeydiyyat sənədi yoxdur. Və bu hardasa bəlkə də bundan istifadə edə bilərdilər. Bunların qeydiyyatı müqabilində onların tutaq ki, kirayəsində və s. verginin tətbiq edilməsi bir vətəndaşlar üçün də stimullaşdırıcı bir alət ola bilər. Yəni Azərbaycanda hökumətin vətəndaşa etimadı yoxdur, vətəndaşın da hökumətə etimadı yoxdur. Biz bunun hər gün şahidi oluruq. Məsələn, adicə taksi çağırırsan, taksi deyir ki, olar ki, mən nağd verəsən. Yəni, olar ki, bu sifarişi ləğv eləyək, bununla mənim kartıma atasan. Yəni ki, o cümlədən nə bilim, məsələn, avtobusdan istifadə eləyərkən vətəndaşlar hökmən o qabaqçı tərəfdən keçməlidirlər, oradan ödəniş eləməlidirlər. Buna da çox vaxt gedir və s. Yəni, belə deyək də, bu sistemi tətbiq eləyənlər vətəndaşa inanmır ki, o arxadan minəndə öz kartını istifadə eləyəcək, yoxsa yox. Yəni, bu da qarşılıqlıdır. Yəni, hökumətin vətəndaşa inamı yoxdur, vətəndaşın da hökumətə inamı yoxdur. Ona görə də vətəndaşlar indi bu vergiyə gedəcəklərmi? Məsələn, bir sıra vergilər. Təbii ki, aksizlərdir, enerji daşıyıcılarının qiymətidir və s. insanlar buna məcburdular. Amma məsələn biz son hesablamaları görürük ki, məsələn bu yaxınlarda bir deməli Dünya Bankının bir hesabatı var idi ki, nə dərəcədə Bakı və region, yəni bu bütün ölkələr üzrə bunu hesablayırlar, iş yerləri, hansı biz görürük ki, baxmayaraq ki, hökumət iddia edir ki, Bakı şəhərində daha az əhali yaşayır, nəinki regionlarda daha çox yaşayır. O biz görürük ki, iş yerlərinin çoxu yalnız Bakıdadır və regionlarda demək olar ki, iş yoxdur. Yəni, bax, bu paradoks, bu hamısı
son 20 ildə baş verən o yanlış iqtisadi siyasətin nəticəsidir ki, hökumət e, iqtisadiyyatın diversifikasiyası barədə e, real addımlar atmalı. Bu barədə danışdı, yəni çoxlu demagogiya və s. hətta hansısa planlar da hazırlandı, strategiya 30-30 plan. Ancaq bu 20-30, yəni bu amma buna baxmayaraq burada bir real addımlar olmadı. Real addımlar ondan ibarət olmalı idi ki, ölkədə bir iqtisadi azadlıq olmalı idi. O cümlədən mülkiyyətə, biznesə təminat olmalı idi, hüququn aliliyi təmin olmalı idi. Ölkə deməli başqa xarici ölkələrlə azad ticarət sazişləri imzalamalı idi. Dünya Ticarət Təşkilatına qoşulmalı idi. Azərbaycandan başqa regionda hamı bu Dünya Ticarət Təşkilatının üzvüdür və indi hər dəfə ölkə iqtisadi böhran astanasında olanda hökumət deyir ki, biz Dünya Ticarət Təşkilatına üzv olmaq istəyirik. Yəni belə pis çıxmasın, biraz bu gecdir artıq. Yəni bax belə bir vəziyyətdir ölkədə. Ölkə iqtisadiyyatı Azərbaycanda yəni kifayət qədər yenə var və bunun elə bil ki, çox müstəqil o müayinə də yoxdur da, ev təsərrüfatlarının müayinəsi deyək də, bunu yalnız Dövlət Statistika Komitəsi aparır və Mərkəzi Bank aparır. Yəni, məsələn, başqa ölkələrdə bunu universitetlərdə aparır, araşdırma mərkəzləri aparır. Məsələn, Gürcüstanda bunu o CRRC var da, o da aparır. Azərbaycanda da vaxtilə aparırdılar. Həm CRRC aparırdı, Xəzər Universiteti aparırdı. Belə müayinələr olmadığından ölkədə ümumiyyətlə o miqyası yalnız belə elmi üsullarla qiymətləndirmək mümkündür ki, nə qədər deməli qara iqtisadiyyat var. Amma biz bunun hər gün gündəlik şahidi oluruq. Görürük ki, yəni nağd şəkildə ticarət davam eləyir. Tutaq ki, kimsə deyir ki, mənə bu qədər kartıma gəlir, bu qədər nağd gəlir. Bunlar hamısı təbii ki, qara iqtisadiyyat və heç bir istisna yoxdur ki, bu ithal-ixrac prosesində də bu mümkündür ki, orada da hələ də qalır. İthal prosesində təbii ki, qalır, çünki son illər elə onun hesabına hökumət çalışır ki, biraz gəlirləri artırsın. Bu bir qədər son illərdə hökumət bunu qeydiyyata alıb müxtəlif üsullarla alıb, ancaq elə də əhəmiyyətli, mən məsələn həmişə buna iş yerləri nöqteyi nəzərdən baxıram. Görürəm ki, iş yerləri daha çox yəni iş yerləri əgər artırsa, yəni söhbət muzlu iş yerlərindən gedir də, muzlu əmək kateqoriyasına aid olan iş yerlərindən gedir. Onların sayı artırsa, demək burada bir qeydiyyat məsələsi var. Amma belə baxırıq ki, bu da çox belə əhəmiyyətli bir qeydiyyat da yoxdur. Yəni ki, hansı ki, bu prosesi fundamental dəyişsin, tutaq ki, nə bilim, 20%, nə bilim, daha çox belə artım olsun, bu da təbii ki, baş vermir. Ona görə də iqtisadiyyatda da bir şey nəzərə almalıyıq ki, əsas dominant deməli sektorlar, bunlar birincisi dövlət sektorlar. Yəni ki, SOCAR-dır, Azərenerjidir və tutaq ki, gəmiçilik şirkətidir, dəmir yollarıdır, beynəlxalq bankdır. Yəni bunlar dövlət sektorudur. Ondan başqa da tutaq ki, şirkətləri nəzərdə götürək. Şirkətlər də nəzarətdə olan və yaxud da ölkəni idarə edən ailəyə məxsus olan şirkətlərdir. Onlar da eyni zamanda hardasa onlarla da danışılır, dil tapılır və razılaşdırılır ki, nə qədər ildə nə qədər bu qeydiyyata salmaq məsələsini həll eləmək lazım. Yəni burada
Azərbaycan iqtisadiyyatının problemi odur ki, burada deməli bir total dövlət nəzarəti var. Bu deməli milli valyutanın kursuna nəzarət var. Eyni zamanda tutaq ki, maliyyə resurslarına nəzarət var. Yəni dövlət büdcəsi əsas mexanizmdir. Məsələn, dövlət sektorunda maaş artmasa, e, özəl sektorda da artmır. Yəni bu əsas dövlət sektorunda maaş artarkən bu da öz təsirini göstərir. Xüsusən də minimum əmək haqqını artıranda bu şirkətlər də məcbur olur ki, bunu artırsın və ən azı bu qədər maaş versin. Əgər daha çox maaş verirsə, qalanını da başqa yollarla versin. Yəni ona görə də Azərbaycan iqtisadiyyatında artıq bir neçə ildir ki, bir institusional böhran var. Bu institusional böhran indi biraz özünü daha qabarıq şəkildə göstərməyə başlayır. Bu institusional böhran da ondan ibarətdir ki, yəni dövlət şirkətləri faktiki olaraq effektiv işləmir, həmişə, məsələn, qiymətlər qalxır. Qiymətlər nə qədər qalxırsa, metropoliten deyir ki, biz yəni bizim xərcləri ödəmir. Tutaq ki, dəmir yolunda da eyni şey. Bu hazırda Azərbaycan dəmir yolları bu dəhlizlər vasitəsindən və bilirsiniz ki, Rusiya yolu bağlıdır. Çin üçün əsas yollardan biridir. Hansı ki, Çinə mal daşıyırlar və Çindən mal daşıyırlar da. Yəni bu orta dəhliz hələ də tam formalaşmasa da böyük bir daşımaçılıq var. O biri tərəfdən nə bilim daha başqa da imkanlar var. Gəmiçilikdə də bu eyni vəziyyət. Amma yenə deyirlər ki, bəs bunun borcu var. SOCAR-ın dövriyyəsi böyüyüb. Hər il SOCAR-ın dövriyyəsi böyüyür, amma SOCAR artıq hasilat şirkəti əhəmiyyətini itirir. Sadəcə o ticarətlə məşğul olur. Və ümumiyyətlə ən böyük məsələlərdən biri də odur ki, biz bilmirik ümumiyyətlə ölkənin nə qədər borcu var. Tutaq ki, dövlətin borcundan getmir söhbət. Dövlətin borcunu bilirik. Dövlətin borcunu bilirik. Ölkə rəhbərliyi də həmişə deyir ki, dövlətin borcu ümumi daxili məhsulun 6%-ni təşkil edir və biz yeganə ölkəyik filan. Ancaq məsələn biz bilmirik ki, bu dövlət şirkətlərinin nə qədər borcu var. SOCAR-ın borcunun ümumiyyətlə təxmini bilirik təbii ki, SOCAR-ın da borcu. Bir də ki, ümumiyyətlə bəs özəl sektorun nə qədər borcu var? Çünki banklar özləri də xaricdən kredit alırlar. Və ümumiyyətlə bu borc nə qədərdir? Və bunu hansısa bir böhran olarsa, ölkə iqtisadiyyatı bunu çəkə bilərmi? Məsələn, 2014-cü ildəki o neftin qiymətinin aşağı düşməsindən başlayan böhran zamanı ölkə iqtisadiyyatı bunu çəkə bilmədi. Banklar borcunu ödəyə bilmədi. Və Mərkəzi Bank bir neçə banka deməli pul verdi. Yəni sabitləşdirici dəstək verdi. Beynəlxalq Bankın borcları yenidən strukturlaşdırıldı. Yəni ölkə iqtisadiyyatı bunu çəkə bilmədi. Və təbii ki, indi eyni şeylər yenə baş verə bilər. Və burada da yəni dediyim kimi əsas məsələ odur ki, dövlət büdcəsini hökumət gələn il artırmağı vəd eləmir. Deyir ki, mən artıq artıra bilmirəm, minimum pensiyanı artırmağı vəd eləmir, minimum əmək haqqını artırmağı vəd eləmir. Yəni bu özü çox böyük deməli siqnallardır və indi hər şey neftin qiymətindən asılı olacaq. Neftin qiyməti əgər yəni bir 65 dollara yaxın filan olarsa, bizim hökumət yenə çulunu sudan çıxaracaq. Amma daha aşağı olarsa, təbii ki, biz bu deməli böhranı daha açıq şəkildə görəcəyik. Amma ümumiyyətlə belə deyək də bu prosesin sonu daha dərin böhrana gedir. Çünki məsələ yalnız neftin qiymətində deyil, eyni zamanda neft hasilatının azalmasındadır. Azərbaycanın artıq neft ehtiyatları tükənir. Və hər il bu azalma prosesi gedir. Amma bu təbii ki, bu çox belə kəskin azalma hələ bir neçə ildən sonra özünü daha qabarıq göstərməyə başlayacaq.
Təbii ki, bu görünür. Bu ilk növbədə ondan görünür ki, ticarət kəsiri e, yarana bilər. Yəni xarici ticarət kəsiri. Məsələn, 14-15-ci illərdə Mərkəzi Bankın rezervləri bundan daha çox idi. Eyni zamanda ölkənin idxalı da indikindən az idi. Təxminən yarı-bayarı az idi. Və ölkənin ixracı da bundan çox idi. Belə deyək, daha çox maliyyə resursları var idi. İndi düzdür, həmin dövrdən hökumət müəyyən dərslər götürübdür. Müəyyən deməli sabitləşdirici tədbirləri görür. O cümlədən bəzi məlumatları gizlədir ki, spekulyasiyalar olmasın, xarici valyutanın kursu ilə və s. Amma bunlar hamısı bir həddə kimi deməli kömək eləyəcək də. O həddə kimi ki, Azərbaycan ixracatından daha çox idxal eləməyə başlayacaq. Onda artıq hökumət borc almalıdır. Xarici borc almalıdır. Hökumət artıq bunun belə deyək, əsaslarını yaradıbdır. 2025-ci ildə uzun illər idi bizim hökumət öyünürdü ki, biz artıq xarici beynəlxalq maliyyə qurumlarından borc almırıq. Amma əslində kifayət qədər almışdılar. Bu xüsusən də qaz layihəsini, qaz kəmərlərini tikmək üçün borca girmişdilər. Ancaq sonraki dövrlərdə almırdı. Amma bütün ölkələr bunu alır. Alır çünki məsələn Avropa Yenidən Qurma və İnkişaf Bankının, Dünya Bankının, Asiya İnkişaf Bankının layihələri çərçivəsində yol tikmək, infrastruktur yaratmaq daha effektlidir. Çünki onlar bu proyektlərə nəzarət edirlər, onların yaxşı qiymətləndirirlər və s. Buna görə də bütün ölkələr bundan istifadə edir. Amma keçən ildən bizim hökumət qısa bir müddətdə 2024-cü ilin sonunda hər üç bankla strateji tərəfdaşlıq strategiyalarını, yəni ölkə tərəfdaşlıq strategiyalarını yenilədi. Hətta belə deyək də, o Avropa və Yenidən Qurma İnkişaf Bankının çox kəskin tənqidləri var idi. Onların çünki strategiya həm də siyasi political assistment də daxil edirlər. Siyasi qiymətləndirmə. O qiymətləndirmədə bizim hökuməti kəskin tənqid elədilər. Amma bizim hökumət ona göz yumdu. Çünki pul var idi. Ortada pul gələcəkdi. Və bu ildən artıq hər üç bankdan da deməli yaşıl enerji, alternativ enerji sektorlarına pul cəlb eləməyə başlayıblar. Və indi də nəzərdə tutdular. Növbəti illərdə də nəzərdə tutdular. Çünki artıq o büdcə kəsiri real olacaq və o kəsiri də örtmək üçün beynəlxalq maliyyə qurumlarından borc. Amma bunun hamısının bir həddi var. Yəni burada bir dənə çıxış yolu var. Bu çıxış yolu odur ki, iqtisadi siyasəti dəyişmək. Ölkə istehsal eləməlidir. İndi bu əvvəl bizim böyük maliyyə resurslarımız var idi. O maliyyə resurslarının hesabına bu tədbirləri görmək daha asan idi. Daha yaratdı. Məsələn, SOCAR Azərbaycana investisiya qoymalı idi. Neft ayırma zavodunu Azərbaycanda tikə bilərdi. Amma biz görürük ki, SOCAR onun dövrəsi böyüyüb, xaricdə çoxlu bunun layihələri var. Neft ayırma zavodu və s. Amma onun o büdcəyə qayıdışını görə bilmirik. Yəni ki, bu çünki geyin xarakteri belədir də. Bu ümumiyyətlə bu həm SOCAR təbii ki BP ilə başqa bu transmilli korporasiyalarla onu müqayisə etmək olmaz. O bir tərəfdən də bu biz görürük ki, yalnız bu SOCAR-ın bu investisiyalarından siyasi məqsədlər üçün istifadə olunur. Hansısa ölkələrlə hansısa ölkələrlə yaxşı siyasi əlaqələr qurmaq, hansısa ölkənin tənqidlərini azaltmaq və s. Yəni ki, burada məqsəd heç də iqtisadi gəlir əldə eləmək deyil. Ancaq əsas məqsəd təbii ki, iqtisadi gəlir əldə eləmək ola bilər. İndi bax bu, o biri tərəfdə dövlət sektoru. Heç bir bölgədə elə bir ölkə yoxdur ki, bu qədər əsas deməli sektorlar hələ də dövlətin nəzarətindədir. Və bu, məsələn, SOCAR mənfəət əldə edir. Bu mənfəət əslində dövlətindir. Dövlətə verilməlidir. Büdcə daxil. Amma Azərbaycanda bu
baş vermir. Sokar sonradan yenə onu belə deyək də hökumətin razılığından və s. yenidən onu istifadə edir. Yəni belə bir ümumiyyətlə sual da yaranır görünür. Doğrudan da görürsən bu mənfəət reallıqda varmı yoxsa yoxdur? Bax ona görə bu hamısı insanal böhrandır. Bunun üçün çox təbii ki, böyük bir iqtisadi proqram olmalıdır, iqtisadi siyasət dəyişməlidir. O cümlədən o nəhəng sektorlara özəl sektor buraxılmalıdır və məsələn, tutaq ki, biz elə ölkələr var, məsələn, Özbəkistan public-private partnershipdə dövlət özəl sektorun və dövlətin tərəfdaşlığı əsasında çox böyük layihələr həyata keçirir. Ancaq Azərbaycanda hər şeyi, Qarabağı da dövlət tikir, yolu da dövlət tikir, işığı da bizə gətirir, dövlət verir, suyu da bizə gətirir, dövlət verir. Yəni, hər şeyi dövlət bizim əvəzimizə həll eləməyə çalışır. Təbii ki, dövlət də ən belə deyək, ən zəif, ən səmərəsiz idarə edicidir. Bu da bir çox ölkələrdə təcrübədə sübut olunur. İndiki iqtisadi duruma gəlib çatmağın əsas səbəblərindən biri odur ki, hökumət qurumları qərarları, bu böyük siyasi, iqtisadi qərarları, qanunları məsləhətləşmir. Və burada elə bir ki, kollektiv bir idarəetmə də yoxdur. Amma əslində o kollegial qərarlar daha effektli olur, daha uzun ömürlü olur, daha təsirli olur. Bizim hökumət təbii ki, indiki siyasi durumu ona görə formalaşdırıblar ki, heç kimlə məsləhətləşməsinlər, heç kimlə müzakirə aparmasınlar və sadəcə olaraq indi də son illərdə belə şirkətlər filan tapırlar, onlar bunlara məsləhət verir, hansısa tutaq ki, siyasət sənədlərini və s. onlar yazırlar və amma bunun da nəticəsində biz görürük ki, bu il məsələn bir qərar olur, o biri qərar olur. Necə ki, məsələn, tutaq ki, bu kiçik biznes üçün 20% elədilər, sonra 5% elədilər. Yəni güzəştləri ləğv elədilər, sonra o birisi güzəştlər tətbiq elədilər. Yəni burada təbii ki, o ictimai iştirakçılığın olmaması həm də ona gətirib çıxarır ki, xərclər də effektiv olmur. Çünki xərcləri deməli, heç parlamentin də bu prosesdə heç bir rolu yoxdur. Görürsünüz ki, Milli Məclis yalnız o prezident administrasiyasından gələn və yaxud da ki, Nazirlər Kabinetindən, Nazirlər Kabinetdəsi də yoxdur, bu İqtisadiyyat Nazirliyindən, Maliyyə Nazirliyindən gələn kağızları təsdiqləməklə məşğuldur. Yəni, orada ola bilsin ki, belə 0,1% nə isə deməli dəyişirlər. Bu təbii ki, ayrı bir problemdir. Bunun da ağır nəticələri təbii ki, olacaq. Çünki heç kimlə məsləhətləşməyən, heç kimlə deməli müzakirə olunmayan, çünki elementar insanın ağlına bir ideya gəlir. Sonra onu dostunla müzakirə edəndə dostu deyir ki, buranı sən yanlış fikirləşirsən və başa düşürsən ki, ən azı bir nəfərlə mən müzakirə elədim, burada bir böyük bir mənim üçün ideyamın qüsuru ortaya çıxdı. Və təbii ki, bu xüsusən də ictimaiyyətlə, cəmiyyətlə, beynəlxalq maliyyə qurumları ilə, çünki onların çox böyük potensialı var. Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının bu qiymətləndirmələri aparmaq üçün. O cümlədən akademiya, yəni ki, mən Elmlər Akademiyasını nəzərdə tutmuram da, yəni universitetlər, fikir mərkəzləri, beyin mərkəzləri. Yəni, Azərbaycan hökuməti bu vətəndaş cəmiyyətini sıradan çıxardanda əslində faktiki olaraq araşdırma mərkəzlərində sıradan çıxarıblar. Artıq universitetlər də belə bir
şey qalmayıb, potensialı qalmayıb. Hətta mən bu keçən il deyəsən prezident İlham Əliyev Elmlər Akademiyasında deyəsən görüş keçirirdi və onlara dedi ki, dedi sizin xəbəriniz var ki, biz Qarabağda çox bizim resurslarımız var. Yəni təbii resurslar. Amma əslində alimlər deməli idi bunu prezidentə ki, bizim orada resurslarımız var. Yəni prezident amma alimləri məlumatlandırır ki, bizim resurslar var. Yəni bax bu göstərir ki, Azərbaycanda yəni akademiyaya, elmə, universitetlərə münasibət necədir? Bu təbii ki, ictimai iştirakçılıq da sıfır səviyyəsinə düşüb. O təbii ki, nazirliklərdə, dövlət qurumlarında ictimai şuralar var. Onlar hamısı formal qurumlardır. Göstərmək üçün bəzi hallarda ki, hə, bizdə də vətəndaş cəmiyyəti var, bizdə də nəsə var, amma onlar orada sadəcə hər nazirlik 5-10 nəfəri ora daxil eləyir. Onlar da öz problemlərini həll eləyir. Məsələn, tutaq ki, kiminsə nəsə bir Daxili İşlər Nazirliyinin şurasındadırsa, özünün orada nəsə Daxili İşlər Nazirliyində bir işi olanda ya da ki, qohumunun, yaxınının, dostunun onu həll eləyir. Təhsil Nazirliyi də eyni vəziyyətdə. Yəni, burada bir özü də xüsusən də burada çox təəssüf ki, heç bir fərq yoxdur ki, bu nazir tutaq ki, kooperasiya instruktarı, yoxsa xarici qərb universitetlərini qutarıb. Elə də bir fərqi də yoxdur yanaşmalarında. Neçə illər öncə bunu Rusiya, Putin rejimi yaratdı ki, ictimai narazılıq olarsa və s. o cümlədən siyasi opponentlərə qarşı, deməli, etiraz aksiyalarına qarşı bunu istifadə eləsinlər. Təbii ki, burada eyni zamanda Daxili İşlər Nazirliyinə etimadsızlıq var. Daxili İşlər onun ümumi durumuna baxıb bu qərarı veriblər. Amma əsas məsələ təbii ki, yalnız bu il üçün yox, ümumiyyətlə gələcək üçün, çünki deyəsən son müsahibəsində prezident də səsləndirdi ki, neftimiz qutarandan sonra vəziyyət pisləşə bilər. Bu pisləşmə artıq məncə başlayıbdır. Ona görə də mən ona razıyam ki, bu təbii ki, siyasi bir qərardır. Ölkədəki sosial, o siyasi durumla bağlı daxili qoşunları yeni mərhələyə hazırlamaq. Yəni burada təbii ki, məqsəd odur. Çünki əvvəlki qanun əslində imkan vermirdi. Əvvəlki qanuna görə daxili qoşunlar etiraz aksiyalarının və s. yatırılmasında istifadə oluna bilməz. Baxmayaraq ki, hökumət buna baxmırdı, bu istifadə eləyədi. Amma indi bunu həm də qanuniləşdirdilər. Təbii ki, bu qiymət artımı epizodikdir, hər il olacaq, yenə olacaq. Ümumi təbii ki, sosial durumla, iqtisadi durumla, siyasi durumla bağlıdır. Yəni, təbii ki, ictimai narazılıqlar ola bilər. Yəni, orada söhbət ondan getmir ki, elə məhz 2026-cı ildə olacaq. Amma təbii ki, hökumət ölkədəki durumu yəni müsbət qiymətləndirsələr də, gedişatı da təbii ki, görürlər. Ona görə də onlar da gələcək üçün özlərini sığortalamaq istəyirlər, riskləri azaltmaq istəyirlər.